Abdullayeva. Elnara xanım da maraqlı xanımdır. O da bəzən öz-özünü bəyənmir və deyir ki, hələ özümü təəccübləndirəcək ifa başımda yoxdur, daxil aləmimdə. O qədər yenilik, enerji var ki, fikirləşirəm ki, burada nə var ki? Elnara xanım niyə ki? Maraqlıdır. Bir verilişdə deyib təbii ki, konsertlərindən də danışıb. Yəni bu konsertləri olsa da deyir, işlərim məni qane etmir. Özümə deyirəm ki, güya nə etdin? Daha yaxşısını edə bilərdin. Özümdən əl çəkə bilmirəm, konsert verdin, nə böyük iş etdin, özünü göstərmək üçün ki, nəsə etdin. Burada heç nə yoxdur, hələ edirəm. Deyirəm ki, etdim, başqa şey etməlisən. Özümdən əl çəkə bilmirəm, özümü yoruram. Konsertlər adamı yorur, həm maddiyyat, həm bəli, canımdan qan axır. Elə belə şey deyil. Kənardan baxanda deyirsən ki, yaxşı etdim. Amma doğrudan da Elnara xanım, sizin dəfələrlə olub, konsertləriniz olub. Bizdə müğənnilər var ki, hələ bu günə qədər cəsarət edib. Bircə dəfə belə konserti olmayıb. Azından kiçicik bir məkanda belə. Amma siz bunları etmişsiniz. Özünüz təəccübləndirin özünüzü. Dəyər verin özünüzə. Sara Səfura Bahadırdan tövsiyə. Hər kəs özü-özünə dəyər verməlidir.